Həmişə hamı üçün maraqlı olub ki, icra başçıları nə qədər əmək haqqı alır? Onların əmək haqqı fərqlidirmi? Amma əslində fərqlidir. Maşallah, icra başçılarının hər şeyi var. Biz deyirik ki, məsələn, biz uşaq olanda danışırdılar ki, məsələn, qonşular danışanda filan da, ya qohum əqrəba, filan kəsin hər şeyi var, bircə dənə donuzu əskikdir. Sonra da mən araşdırmışam ki, donuz niyə görə donuzu əskikdir? İndi müsəlmanlar donuz saxlamadığına görə həyətində falanında, fermasında ona görə hər şey deyirlərmiş ki, hər şey var, bircə donuzu əskikdir, istəsə onu da alar. Yəni, bu da bizim dilimizlə bağlıymış. Yəni, bu mənim araşdırmamdan sonra, mənim qənaətimdən sonra qərarda dayandığımdır. Yəni, qərarımda dayandığım ki, məhz belədir. Amma indi görə icra başçıları nə qədər əmək haqqı alır, hamı üçün maraqlıdır. Banker.az xəbər verir ki, Yeni Sabah şəhər və rayonlar üzrə icra başçıları aylıq maaşlarını araşdırıb. Demək, başçı maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib. Prezident İlham Əliyevin 1 mart 2022-ci il tarixli 100.609 nömrəli fərmanına görə rayon və şəhər icra başçıları vəzifə maaşının 1,5 misli məbləğində əlavə alır. Məsələn, Bakı şəhər icra hakimiyyətinin başçısı 3060 manat alır. 1609-cu 9 nömrəli qərara fərmana əsasən Eldar Əzizov vəzifə maaşının 1,5 misli həcmində əlavə alır. Yəni, Bakı şəhər icra hakimiyyətinin başçısının maaşı 7650 manatdır. Ümumiyyətlə, icra başçılarının maaşları onları rəhbərlik etdikləri şəhər və rayonlarda yaşayan əhalinin sayına görə hesablanır. Bu qaydaya əsasən inzibati ərazi vahidləri üzrə maaşlar aşağıdakı kimidir. Bakı şəhər icra hakimiyyəti yenə də deyirik, Eldar Əzizov 7650 manat əmək haqqı alır. Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları 5625 manat alır. Əhalisi 100 mindən çox olan rayonlar 4587 manat, məsələn, Abşerondur, Masallıdır, Şəmkirdir. Əhalisi 50-100 min arası olan rayonlar 4225 manat, Ucar, Lerik, Beyləqan. Əhalisi 50 minə kimi olan rayonlar 3837 manat, Xızı, Sədərək, Daşkəsən və Sariyada bir neçə rayon var ki, onlar məhz onların icra başçıları bu qədər əmək haqqı alır. Ümumiyyətlə, icra başçılarının əmək haqqına ehtiyacı var. Mən düşünürəm, maşallah. Yenə də deyirəm, bircə donuzları əksikdir. Hər şeyləri var.